Mərkəz yarandığı gündən etibarən artıq 10 ildir ki, ölkədə aparılan islahatların kommunikasiyasını bir neçə istiqamətdə həyata keçirir. Bizim komanda islahat qərarlarının ictimaiyyətə düzgün və aydın şəkildə çatdırılması üçün mütəmadi olaraq sosial-iqtisadi prosesləri təhlil edir. Gözlənilən nəticələr, dəyişikliklər proqnozlaşdırılır və mütəmadi olaraq da təklif və rəylər hazırlanır. Və bu proses çərçivəsində də medianın bu istiqamətdə olan sorğuları cavablandırılır, müsahibələr verilir, televiziyanın analitik verilişlərində də iştirak təmin edilir. Bax, bu bütün fəaliyyət nəticəsində hazırlanan məlumat və təhlillər bizim mərkəzi nəzdində fəaliyyət göstərən 30-a yaxın rəqəmsal resurs vasitəsilə ictimaiyyətə təqdim olunur. Paralel olaraq biz həftəlik, aylıq, rüblük icmallar, eləcə də xüsusi mövzular üzrə analitik materiallar hazırlayırıq. 10 il ərzində mərkəz təkcə 800-dən artıq icmal hazırlayıb təqdim edib. Digər kommunikasiya fəaliyyətləri ilə yanaşı biz artıq bir neçə ildir Real televiziyası ilə birgə həyata keçirilən Real İslahat layihəsini təqdim edirik və bu layihədə də təkcə mərkəzin fəaliyyəti deyil, gündəmdə olan aktual islahat qərarları təqdim olunur, müzakirə olunur. Mərkəzin kommunikasiya fəaliyyətinin mühüm istiqamətlərindən biri də dövlət proqramları və strategiyaların monitorinqi və qiymətləndirilməsi prosesi çərçivəsində qurumlar arası əlaqələrin təmin edilməsidir. Mərkəzin koordinasiyası ilə dövlət qurumları ilə mütəmadi olaraq biz görüşlər keçiririk, müzakirələr aparırıq və təbii ki, bu proseslə də məlumat mübadiləsini təmin edirik. 10 ildir ki, mərkəzin fəaliyyətində beynəlxalq kommunikasiya xüsusi yer tutur. Biz mərkəzin layihələri olan AzExport portalı, Enterprise Azərbaycan və rəqəmsal ticarət qovşağı kimi innovativ layihələrimiz vasitəsilə nizamnaməmizdə olduğu kimi Azərbaycanın iqtisadi potensialının beynəlxalq səviyyədə tanıdılması və ölkənin müsbət imicinin formalaşdırılması istiqamətində kommunikasiya fəaliyyəti həyata keçiririk və qürurla deyə bilərik ki, indiyə qədər Dünya Bankı, Asiya İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu kimi çox nüfuzlu beynəlxalq təşkilatlarla birgə çox saylı tədbirlər, təlimlər, görüşlər təşkil etmişik. Həmçinin bu qurumların da tanınmış ekspertlərinin iştirakı ilə təlimlər təşkil olunub. Bu təlimlərdə təkcə dövlət qurumlarının əməkdaşları deyil, özəl qurumların əməkdaşları da iştirak ediblər və onlara xüsusi sertifikatlar təqdim olunub. Bax, bütün bu fəaliyyətləri nəzərə alaraq deyə bilərik ki, mərkəz islahatların təbliği prosesində müasir informasiya və kommunikasiya imkanlarından istifadə edir. Eyni zamanda ictimaiyyət, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında effektiv kommunikasiyanı təmin edir.